Günlərdir bütün sosial şəbəkələrdə hər birimizin bildiyi kimi gedən bir mövzu Qarabağ və Nəriman mövzusu. Açığı mən futbol analitiki deyiləm, amma bir Azərbaycan övladı olaraq, idmana dəstək olan bir sahibkar olaraq, Yara Tekstilin təsisçisi direktoru olaraq və ən əsası bir xanım olaraq, doğrudan Nərimana qarşı olan bu qədər itiləyici sözlər məni də çox üzdü. Nəriman mənim qohumum deyil, əqrabam deyil, heç bir tanışdığım yoxdur. Amma Nəriman bir Azərbaycan övladıdır, bir Azərbaycan idmançısıdır. Və bugünə kimi Nərimanın atdığı qollar, göstərdiyi o gözəl performansları unutmuş ola bilmərik hər birimiz, məncə. Türkiyə Respublikasına qədər gedib çıxan olan bu mövzu məncə hər birimizi incitməlidir. İlk öncə danılmaz bir faktor var Azərbaycan Respublikasında. Qurban müəllim deyilən bir şəxs. Adam bugünə kimi heç birinizin etmədiyini edərək çox gözəl yerlərə gətirib çıxardıb Qarabağ komandasını və Azərbaycan futbolu üçün əfsanədir. Onun qurduğu komanda haqqında kimə düşmüş bu qədər artıq əskiyi danışmaq? Buradan ilk öncə bütün Qarabağa, Qurban müəllimə dərin minnətdarlığımı bildirirəm. İlk öncə Nərimana dəstək olduğunuz üçün, öz övladınıza sahib çıxdığınız üçün və Yara Tekstil və Yaqut Bayram olaraq da burada Nərimana bildirmək istəyirəm ki, nə olursa olsun, Yara ailəsi olaraq mən də sənin yanındayam. Və mən əminəm ki, bundan sonra çox daha gözəl performanslar və gözəl qollar sən tərəfdən bizləri gözləyir. Və bu artıq əski danışanların layiqincə cavabını şəxsən sən özün verəcəksən. O atdığın gözəl qollarla, performanslarla. Bir də Azərbaycan Respublikasının bütün idman sevərlərindən rica edirəm. Nə olursa olsun unutmayın. Bu həyatda bir idmançının, bir övladın, fərqi yoxdur, oğul ya qız, nə olursa olsun bizim onlara daxilən göstərdiyimiz dəstək, sevgi, əmin olun ki, beynəlxalq arenalarda daha gözəl nəticələr verəcək. Yara hər zaman olduğu kimi sevgi ilə yanaşır.